93-cü ildə iyun ayıydı. İyun ayı 11-i bizim Ağdam rayonunun Cinli kəndinə hücum oldu ermənilər tərəfində. Onda mənim qardaşım Abdal Güləf tərəfdə döyüşlərdəydi. Xəbəri yox idi. Təbii ki, biz kəndddə idik. Axşam yay aylarında axşamları bizim kəndə hücum oldu. Qazancı tərəfdən, Fərrux dağı tərəfdən hücumlar oldu. İndi gəldik, gördük ki, yəni anamız yoxdur. Yəni anamız yoxdur. Yəni gəldi aşağı Çullu kəndi var idi. Ağdam rayonunun Çullu kəndi vardı. Gəldi ora anamızı axtardıq, yoxdur. Yəni bir gecə keçdi. Bir nəfər yaxınlaşdı ki, bir qadın vardı, onun yanına yəni belə top mərmisi düşmüşdü. Mən onu götürdüm, qoydum yolun alt tərəfinə. Yerin təxminən dedilər, səhərsi gün mənim əmimlə, bir də məndən böyük qardaşım. Amma o Raqvun xəbəri yoxdur bu işdən. Getdilər anamın düz kəndin yanından, ermənidə işğal olunurlar. Getdilər cənazəni götürdülər, gəldilər. Təbii ki, sonra qardaşım xəbər tutdu. Onun üçün, yəni bizim üçün də, yəni onun üçün lap böyük ağır itki oldu. Ondan sonra qardaşım yəni lap belə möhkəm bağlandı bu proseslərə, lap bağlandı orduya. Onun həyatı tamam dəyişdi, vətən, torpaq və xalq üçün də. Yəni belə deyək də, bu adam sırf bağlandı müharibə zonasına, başladı işləməyə. Yəni biz onun üzünü görmürdük. Qardaşım 17 il evli oldu, bir il evdə olmadı. Bir il evdə yaşamadı. Yəni bir il ailəsi ilə bir yerdə olmadı. Ancaq bizim ancaq uşaqlığımız bir yerdə keçir. Qardaşım 91-ci ildən bu yana biz doyuncaq görə bilmirdik. Qardaşımın ailəsi onun əskərləri idi. Yəni həqiqətən, mən yəni soruşa bilərsiniz əskərlərindən də. Yəni bu həqiqətdir. Gəlirdi son vaxtlar 5 günlük gəlirdi. Vallahi bir gecə qalırdı evində. Bir gecə qalırdı. Yığışıb gəlirdi. Çörək qardaşıq da hamımız yığışırdıq, ailəvi gəlirdi. Onu doyuncaq görə bilmirdik biz. Bir gecə qalırdı, getdi. Dəyişəndən sonra bizə çatdırdılar ki, o həqiqətən də gedirmiş. Hara gedirmiş biz bilmirmişik. Bəlkə də o gedib anasını ziyarət edib gəlirmiş, biz onu bilmirmişik.